Təxminən bir ay bundan əvvəl bir xanım mənə yazdı. Bizim ailəyə yaxın olan bir xanımın rəfiqəsi idi. Onun vasitəsilə mənə çıxmışdı. Dedi ki, yoldaşımla gəlmək istəyirsən, görüşə. Mən də belə söhbətlərə çox vaxtım olmur. Sadəcə olaraq tanış idilər belə, yəni ailəmizin belə bir vasitə ilə dostu idilər. 2 uşaqlarını gətirmişdilər, 2 oğlan. Gəldilər, xanım müəllimdir, həyat yoldaşı da iş adamıdır, biznes adamıdır. Mən o qədər ləzzət aldım, gördüm nə qədər əsillər bunlar öz uşaqlarının üstündə. 2 oğlan idi. Hətta bəzən hiss elədim ki, hətta aşırlar o. Dedim ki, bu qədər də ehtiyac yoxdur, əsim coşmuyor, bu qədər də yox. Əladır, məsuliyyət hiss eləyir. Mən biri də var, atır uşağı, çıxdı getdi. Azadlıq vermiş. Çıxdı getdi. Olmaz. Uşaq xeyrini, şərini, yaxşını, pisini valideyn kimi dərk eləyə bilməz. Müasir psixologiya da bunu belə deyir. Bəli, müasir psixologiya haqlı olaraq deyir ki, valideynlər uşağı sıxmamalıdırlar. Amma acılamamalıdırlar, təhqir etməməlidirlər uşağı. Məsələn, mən öz ailəmizdə bunu heç vaxt görməmişəm. Heç vaxt. Bəlkə ona görədir ki, çox rahat danışıram, təlimlər keçirəm. Bəlkə ona görədir, heç vaxt sıxılmıram. 5 yaşım olanda evə qonaq gəlirdim, mən də gəlirdim böyüklərlə masa arxasında otururdum və mənə heç vaxt deməyib ki, sənin 5 yaşın var, 6 yaşın var, çıx get buradan. O sözü mənə deməyiblər. Mən 5-6 yaşımda olanda da elə bilirdim mənim 20 yaşım var. Mən də tam hüquqlu, bərabər hüquqlu bir ailə üzviyəm, süfrənin bir ətrafında olan bir vətəndaşam, insanam. Mən də müdaxilə eləmək haqqım var, sual verirdim qonağa. Yekə suallar verirdim, məsələn. Və bu da təbii qarşılanırdı. Düzgün yol budur, əla, gözəl. Amma bu o anlama gəlmir ki, uşağı tam sərbəst buraxasan. Xeyr, əzizim. Bu bir sinəyə bənzir, deyib bir adam damın üstünə çıxdı. Dedilər, get arxaya. Biraz get, o tərəfə düşdü. Yox, ifrat, təfrit, maksimum, minimum. Bunların ortasında olmalıdır.